Hər vaxtınız xeyir. Deməli, BMW F30 modeldir, N20 mərcdir, 2016 modeldir. Avtomobil sahibi deməli, bugün səhər yaxınlaşdı bizim yanımıza. Avtomobildə ümumi yoxlanış elədik, check-up yoxlanış elədik və avtomobildə askı sistemindən tutmuş, korobkaya qədər, sürətli qutusuna qədər, mühərrikinə qədər, elektronikasına qədər, bütün hər bir şey, Porsche-dir, kamera vasitəsilə baxmaqdır, cilizdir, bütün hər bir şey yoxladıq. Avtomobildə bir neçə problemlər var idi. Problemləri yerində aşkar elədik və avtomobilin üst qırışqa hissəsindən yağ buraxırdı. Üst qırışqasında problem var idi. Üst qırışqanı yenisindən əvəz elədik. Daha sonra isə Svetsalı alışmış şamları dibindən qaz buraxmışdı və kontaktı yaxşı olmadığına görə yeni alışmış şamları ilə Svetsalanı əvəz elədik. Farsınqların hamısı tutulmuşdu. Onları da yuduq və bir neçə prosedurlar var idi. Bütün olan problemləri aradan qaldırdıq. Askı sistemində heç bir problem yoxdur. Sürətlər qutusunda olan problemləri də qardaşlara bildirdik. Avtomobildə nə iş gördüksə, hamısının bugünkü tarixlə bir yerdə yazdıq, bu formada hansı işdə görmüşük və hansı işdə görülməlidir yazdıq və avtomobilə sonda rəsmi avtoklinik peçatımızla bir yerdə zəmanət veririk ki, gördüyümüz işlə bağlı. Deyək ki, avtomobil sahibinə biz alışmış şamlara Svetsa vermişik və həmin Svetsada problem olduğu zaman bir ay müddətində zəmanət veririk ki, qardaş, əgər avtomobillər verdiyimiz ehtiyat hissəsinin hər hansı birində problem baş verərsə, təmənnasız formada yerində də o problem aradan qaldırılacaq. Təşəkkürlər, izləmədə qalın.